Salam aleykum rəhmətullah. Deməli, izləyicilərdən bəziləri soruşurdu ki, bu çanqan ümumiyyətlə həm dururmu səndə? Mən də yəni hələ də istifadə edirəm, artıq 22 mindir. İkinci suallar da ondan ibarət idi, necədir və s. Hələ də heç bir rasxodnik ödəməmişəm. Bir dəfə yağ dəyişmişəm, o qədər. İkinci yağ dəyişməsini vaxtıdır, inşallah onu yaxın bir zamanda dəyişəcəm. Adətən də sonraki suallardan ondan ibarət olurdu ki, dağa qalxırmı? Hal-hazırda mən Qubanın Xınalıq kəndinə gedən yoldayam. Artıq Xınalıq kəndinə çox bir şey qalmayıb, amma Böyüketmə Xınalıq kəndinə getməyəcəm artıq. Çünki çox videoda görmüşəm. Elə də maraqlı yer deyil, amma yolları çox maraqlıdır. Yolları maraqlıdır. Yəni ən azından yoluna görə gəlməyinə dəyər. Amma hal-hazırda bu çay yəqin ki elə bu Qubanın məşhur çayı olar. Adı yadımdan çıxdı. Yəni dağlarına da qalxır qardaş. Heç bir çətinlik çəkmədən qalxır da, yəni o şəkildə. Yəni çətinlik olsun və s. elə bir şey yoxdur. Yəni maşında 1 qram çətinlik yoxdur. Rahatçılıqla. Belə başqa bir nəsə sual və s. olsa inşallah bildirin. Mən də bildiyimdən sizinlə bölüşəcəm Allahın izni ilə. Bu qədər. Allah'a emanet olun. Selamun aleyküm ve rahmetullah.